Deməli, tarazlıq, kimyəvi tarazlıq. Kimyəvi tarazlıq nəyə gedir? Reaksiyalarda başlanğıc maddələr, reagentlər əvvəlcə sərf olmağa başlayır. Reaksiyaların başlanğıc maddələrin, reagentlərin sərf olunma sürəti zamanla azalır və yeni əmələ gələn məhsullar alınır. Əmələ gələn məhsul isə əmələ gələn miqdarın bir qismi təzədən sərf olur və başlanğıc maddələrə çevrilir. Yəni, məhsulumuz reagent kimi istifadə olunur. Əmələ gələn məhsulun sərf olunma sürəti yaranmağa başlayır və reagentlərin məhsula çevrilmə sürəti ilə məhsulun reagentlərə çevrilmə sürətinin bərabərləşdiyi hal, bu halına adlanır T1 tarazlıq halı, kimyəvi tarazlıq halı. Yəni, B düzünə B1 və ya B düzünə reaksiyanın sürəti, reagentlərin sürəti və əksinə reaksiyanın sürəti, yəni məhsulun sürəti. Bunların sürətinin bərabərləşdiyi halına adlanır kimyəvi tarazlıq. Yəni, əvvəlcə reagentlər sərf olur, məhsul alınır, sonra isə əmələ gələn məhsul sərf olur, reagentlərə çevrilir. Yəni, qarşılıqlı formada tarazlıq olur. Həm reagentlər sərf olur, həm də məhsul sərf olur, bir-birinə çevrilir. Birinci isə düzən reaksiyanın, yəni birləşmə reaksiyası, məsələn, deyək ki, azotla hidrogen reaksiyaya girir, nə alınır? Amonyak. Düzünə baş verən reaksiya hansıdır? Azotla hidrogen birləşir, amonyak alınır. Bəs əksinə baş verən reaksiya hansıdır? Yəni, amonyak parçalanır, nə alınır? Azot və hidrogen. Deməli, o birinci xətt V1-dir, düzünə reaksiyadır. İkinci xətt V2-dir. V1-in V2-yə bərabərləşdiyi halına adlanır kimyəvi tarazlıq halı. Bərabərlik halı. Kimyəvi tarazlıq halı. Yəni, V3 deyəndə elə bir üçüncü xəttə elə bir ki, bunların burada bərabərləşdiyi vəziyyət. Üçüncü hissə tarazlıq halına aiddir. Düzünə və əksinə reaksiyaların sürətləri bərabərləşir. Gəl, burada bir sürü çıxardırırsınız. Məsələn, burada düzünə baş verən reaksiyanın da görüm, kinetik təmliyində görüm V. V düzünə və yaxud da V1 nəyə bərabərdir? K1 olsun, azotun qatlığı qüvvət üstü 1 yazılmır, hidrogenin qatlığı qüvvət üstü 3. Bəs V2 nəyə bərabərdir? Əksinə baş verən reaksiyanın sürət təmliyi və yaxud da kinetik təmlik. Əksinə reaksiyadan götürülür məhsulu. Məhsul nədir burada? Amonyak. Deməli, V2 bərabərdir. K2 olsun, amonyakın qatlığı qüvvət üstü neçə? 2. V1 2-yə bərabərdirsə, bu iki faydanı bərabərləşdirir. Bu iki faydanı bərabərləşdirəndə, yəni V1 bərabərdir V2 olarsa da, onda K1 vurulsun, azotun qatlığı, bir də vurulsun hidrogenin qatlığının kubu, bərabərdir K2 vurulsun, amonyakın qatlığının kvadratı. Elə, bu ifadə bir-birinə bərabərləşir. Bu bərabərlikdən K1-i K2-yə bölsə nə olur burada? K1 bölünsün K2 bərabərdir. K1-in qarşısındakı olan ifadə yazılı məxrəcə, azot vurulsun hidrogenin qatlığının kubu, K2-nin qabağındakı isə sürəti yazılır. Amonyakın qatlığının kvadratı. K1-i K2-yə bölən zaman nəyə tapırıq? KT-ni, yəni tarazlıq sabitini. Yadda saxla, düzünə gedən reaksiyanın sürət sabitinin, əksinə gedən reaksiyanın sürət sabitinin nisbətinə adlanır tarazlıq sabiti. Və yaxud da tarazlıq sabitini tapmaq üçün digər üsul nədir? Məhsulun kinetik təmliyinin ifadəsi bölünsün reagentləri qatlığının hasili, kinetik təmliyindəki. Məhsul bölə reagent. Sadəcə əmsal burada yazılır qüvvət üstünə. Məhsul bölünsün reagent. Yadda saxlayaq, KT də K1 və K2 kimi sabit kəmiyyətlərdir. K1 və K2 nə idi? Sürət sabitləri. Sürət sabitləri nədən asılıdır? Temperaturdan, bir də maddələrin təbiətindən asılıdır. Eyni qayda KT də asılıdır əsasən temperaturdan və bir də maddələrin təbiətindən. Yəni, temperatur dəyişmədikcə, reaksiyanı dəyişmədikcə, KT eyni reaksiya üçün hər zaman sabit qalır. Nə zaman? Temperatur sabit qalır, deyədə sağlar. Temperatur sabitdirsə, KT sabitdir. İndi burada, baxaq. Deməli, azalan xətlər hansılardır? Nələrdir? Deyil, azalan xətlər. Yəni, reagentlər. Azalan xətlər reagentlərdir. Artan xətlər hansılardır? Yəni, məhsul. Azalan xətlər, yazaq, azalan xətlərin qiymətlərində reagent tərəfə, artan xətlər isə məhsul tərəfə. Deməli, Y-lə Z reagentlərdir, X məhsuldur. Başlanğıc sərf tarazlıq. Əsas qaydamız olur. Deməli, burada molla verir də, new başlanğıc qiymət çıxısı new sərf olan qiymət bərabərdir new son qiymətə. Bu nəyə aiddir və yaxud da new tarazlığa? Bu, reagentlər üçün keçərlidir, reagentlər üçün. Məhsullar üçün isə məhsulun başlanğıcı olmur axı.
başlanğıcda məhsul alınmır. Başlanğıc sıfırdır. Modul qiymət isə sərfiyyat bərabərdir elə növ tarazlığa və yaxud da sonu. Nə zaman, nə üçün? Məhsul üçün. Məhsul. Yadda saxlayaq. Y-in başlanğıcı 5, Y-in isə sonu. Başlanğıc 5, sonu 3 elər. Nə qədər sərf olur ki? 2. Z-in başlanğıcı 7, sonu isə neçədir? 1. Yəni 6 sərf olubdur. X-in başlanğıcı 0-dır, məhsul başlanğıcı olmur. Sonu isə 4-dür, yəni 4 əmələ gəlir. Sərfiyyatların ən kiçik sadə ədədlər nisbətini yaz əmsallara. Qarşılıqlı sadə ədədlərə gətirir 2, 6, 4. İsə bölmür 2-yə. Hər tərəf 2-yə bölsən, deməli qalır 1, 3, 2. 1, 3, 2 əmsallara yaz. 1, 3, 2. Bitdi. Reaksiya tənliyə Y üstə gəlir 3, 2x'dir. Gəlin nə etmək buradan? KT-nin qiymətidir. De görün. Buradan KT düsturu nədir? Məhsulun qatlığı nədirsə, məhsulun qatlığının kvadratı, K1 K2 yoxdur burada. Onları götürək burada. Əsas nə qalıqdır? Maddənin qatlıqları. Qatlığa baxaq. Məhsulun qatlığı nədir? X-in qatlığı elə. Əmsalı neçədir? 2, qüvvət üstü 2. Bölünsün reagentlər. Reagentlərimiz Y-in qatlığı, qüvvət üstü yazılır. Z-in qatlığı, qüvvət üstü 3. Aha. İndi bu qiymətləri nəyə yazırıq burada? Yadda saxla. Həmişə bu düsturda nə yazırıq? Tarazlıq sabitin, tarazlıq qiymətlərini. Yəni, məhsul və reagentlərin əsas nəyə götürülür? Tarazda olan qatlıqlar, tarazlıqda. İndi burada qabın həcmi nə qədər? 1 litr. Onda mollər qatlıq nəyə bərabərdir? Mol bölünsün həcm. Qabın həcmi ancaq və ancaq 1 litr olanda mollara götür mollər qatlıq kimi. Nə zaman? Qabın həcmi 1 litr olunur. Çünki nəyə görə? İstənilən qiymət 1-ə böl, nə alınır? Eyni qiymət. Ona görə də bəli, qabın həcmi 1 litr olanda problem yoxdur. Elə verilən molları götürsən, tarazlıq halındakı molları götürsən, mollər qatlıq kimi. Qiymətləri yerinə qoysan, deməli, X-in qatlığı nə qalıqdır? 4. 4-ün kvadratı bölünsün. Y-in qatlığı 3 və Z-in qatlığı 1-in kubu. Nə alınır? 16 bölünsün 3. Beləcə qalır. Yəni, bu bəli ifadənin KT-sinin qiyməti, bu reaksiyanın KT-sinin qiyməti 16 bölü 3-dür. İndi burada eyni şeydir, bax. Qabın həcmi diqqətli ol, 2 litrdir. O nəzərə al. Bayaqların qabın həcmi 1 litr idi. İndi isə qabın həcmi 2 litrdir. Deməli, verilənləri yazırıq. Azalan xətlər hansılardır? X, bir də Z. Artan xət hansıdır? Y. Başlanğıc sər tarazlıq. X-in başlanğıcı 5, sonu 4, 1. Z-in başlanğıcı 3, sonu 1, 2. Y-də isə başlanğıc 0-dır, son 2 ilə 2 alınıqdır. Deməli, qabın həcmi 2 litrdir. Buradakı mollardır. Bütün molları 2-yə bölürsən, həm də tapırsan qatlığı. Bütün molları 2-yə bölürsən. Sərfiyyatı bilmiyorum, başlanğıcı niyə qoyur? Fərqi yoxdur hamısına. Yəni, hamısını soruşursa, hamısını qırırsan, fərqi yoxdur. Biz bayaq molla işləmişdik, indi qatlıq işləyək. Təzdən yazaraq, X-də görək Z, alınır Y, başlanğıc sər tarazlıq. Molla gedəndə molların sərfiyyatlar nisbətini əmsalları yaz. 1, 2, 2. 1, 2, 2. Oldu ki, qalır. Molların nisbətlərini əmsalları yazsan. İndi hesabla bunların qatlıqlarını. 5 bölək 2, 2,5. 1 bölək 2, 0,5. 4 bölək 2, 2. Z2, 3 bölək 2, 1,5. 2 bölək 2, 1. 0,5 qalır. 0'dır, 2 bölək 2, 1 alınır və 1 qalır. Bu qədər. İndi nəyi tapmaq istəyirsən? KT-nin qiymətini. Reaksiya təmin nədir? X üstə gələk 2Z alınır 2. KT üsulumuz nəyə bərabərdir? Görək. Məhsulun qatlığı nədirsə, qüvvət üstü 2, bölünsün reagentlərin qatlığı. X-in qatlığı vurulsun Z-in qatlığının nəyi? Kvadratı. Bura nə qiymətlər qoyuq? Tarazlıqda olan qiymətlər, qatlıqlara. Nə qədər deyirik? 1. 1-in kvadratı bölünsün X-in qatlığı nə qalıqdır? 2. 2 üstü 1, 2. Vurulsun Z-in qatlığı. Z neçədir? 0,5. 0,5-in nəyi? Kvadratı. Nə qalır burada? 2 bıraq 0,25. 0,5. 1 bölək 0,5, 2. Deməli, reaksiyamızın KT-sinin qiyməti 2-yə bərabərdir. Yadda saxlayaq. Yəni, burada bax, nə varsa hamısı buradadır bunun. O deyilən hamısı. Nə soruşursa. Eyni şeydir. Yenə azotla hidrogen reaksiya daxil olur. Alınır amoniyak NH3, əmsallaşdırdıq.
başlanğıc sərf tarazlıq. Azot və hidrogenin başlanğıc qatlıqları verişdir. Neçə? 5-8. Azotla hidrojen. Deməli, belə, azotun qatlığı, da bunu silətdə ehtiyac yox. Azotun qatlığı başlanğıcı 5-dir, bu isə 8-dir. Hidrogen ilə H2, 8. Deyir ki, məhsulun tarazlı qatlığı isə 4-dür. Məhsulun başlanğıcı 0-dır, sonra isə... Güney müəllim, sağ Salam, olun. salam. Burada, bir yuxarıdadır. Salam. Tarazlı qatlığı nə qədərdir? Deməli 4. Tarazlı qatlığı 4-dürsə də məhsul başlanğıcı olmur. Nə qədər tarazlı qatlığı əmələ gəlibsə də, deməli o qədər də əmələ gələn miqdardır, +4. İndi buradakı əmələ gələn miqdar əmsalı müqayisə ilə 2 mol amoniak alanda neçə mol H sərf olur hidrogen? Əmsalı 2, 3. Azot da 1 mol. İndi bu 4 mol alınırsa 2 dəfə çox, 6, bu da 2. Sərfiyyatları buradan yazacaq. Bu 2 sərf olur, 6 sərf olur. Başlanğıcdan çıx sərf edir reagentlərdə. 5 çıxaq 2, 3, 8 çıxaq 6, 2. Bu da 4. Hətta istəyəm bunun KT-sini tapaq. KT ilə bərabərdir, KT bərabərdir. Məhsulun qatlığı nədirsə də qüvvət üstü 2, reagentlərin qatlığı, azotun qatlığı qüvvət üstü 1, vurulsun hidrogenin qatlığı qüvvət üstü 3. Qiymətlər nəqli yeri qoyaq, taraz qiymətlərindən. Məhsulun qatlığı 4, 4-ün kvadratı. Reagentlərin qatlığı azot 3-dür, 3-dür 1, vurulsun hidrogen 2, 2-nin kubu. Bu da 16 bölünsün, 3 vurulsun 8, bəli, 24-də 16, 8-ə getməz, 3-ün 2-yə, 3-də 2. Yəni, qiymət nə alır, sansın olduğu kimi də qalır. Bəli, yoxdur, kəsə də tam. Eyni şeydir. Bu qiymətləri buradan silirik, bunları. Nə veribdir? Deyir ki, azotun başlanğıcı 3 moldur, hidrogen 4 moldur, məhsul 0-dır, 2 alınıbdır. Deməli, 2 əmələ gəlibdir, sonda 2 qalıbsa. Yəni, 2 nədir bunun əmsalı qədər? Bu 2 mol əmələ gələndə bu neçə mol sərf olur? 3 mol. Bu neçə mol sərf olur? Qabaqdakı əmsalıdır, 1 mol. 3-dən 1 çıxanda 2, 4-dən 3 çıxanda 1. Bu da qalır burada neçə? 2. Tapdıq. Bunun taraz qatlığı 2 qalır, bunun tarazlığı 1 qalır, bu da özüdür. Bəli. Tarazlığı yoxdur, yəni çıxaraq qoyuyor. Yəni o deməkdir ki, məhsulun başlanğıcı olur axı. Məhsul nə zaman alınır? Reaksiya baş verəndə. Bu reaksiya baş verməyibsə, necə məhsul alınırsa? Reaksiya baş verəndən sonra artıq, baş verən müddətdə yavaş-yavaş məhsul alınır. Sonda isə 2 mol alınır. Düzdür? İndi burada da bunları silək. Başlanmış isə tarazı qalsın. Reaksiya yazırıq. CO üstə gələk O2 alınır CO2. Əmsallaşdırır, əmsallaşdır. 2, 2. Aha. Deyir ki, başlanğıc qatlıq verilməkdir. Bu 0,5-dir bunun tarazlığı. Bunun tarazlığı 2-dir, bunun tarazlığı 1-dir. Bunun tarazlığı 1-dirsə, karbon dioksidin məhsulu. Onda, bəli, 1 əmələ gəlir ki, 1 qalıbdır. İndi, burada alınan miqdarla əmsalı bax. Əmsal 2 olanda, 2 mol əmələ gələndə bu 1 mol sərf olur, bu 2 mol sərf olur. Bu 1 mol əmələ gəlirsə, bu yarım mol sərf olur, bu da 1 mol sərf olur. Sərfiyyat, bəli. 1 mol sərf olubdur, bu da yarım mol. İndi sərfiyyatla tarazda toplaq başlanğıcdan. Yəni başlanğıc nə qədərdir ki, 1 sərf olub yarım mol qalır. Burada başlanğıc nə qədərdir ki, yarım sərf olub 2 qalıbdır. 2,5. Bu da yox. Bəlkə tutma. Bəlkə üsulumuz. Yəni qaydası nədir? Bəlkə tutma. Reaksiyanı nə yazılır? 2-ni tənliyib. 2-ni tənliyi yazılan sonra tarazı halında sürət bərabərləşir. Sürət bərabərləşdiyinə görə kinetik tənliklər bərabərləşir. Bundan sonra reaksiyanın 2-ni tənliklərindəki sürət sabitləri bölünür. Sürət sabitlərinin nisbəti bərabərdir. Məhsulun qatlığı faydası bölünsün reagentlərin qatlığı hasilinin nisbətinə. Burada nə tapılır? Kanun qiymətini tapılır. Yadda saxlayaq, məhsulun qatlığı nə qədər çox alınırsa, reagentlər nə qədər az qalırsa, KT-nin qiyməti birdən böyükdür. Yəni, məhsul reagentdən çox olanda, məhsul reagentdən az olanda isə KT-nin qiyməti azalır. Məhsul reagentdən azdırsa da, reagentlər çoxdursa da, KT-nin qiyməti azalır.
Hə, deməli, KT-nin qiyməti düsturu budur. Bayaq bu izah elədik. Məhsul bölək reagent. Məhsulun qiyməti çoxdursa, KT-nin qiyməti böyük olur reagentdən. Yox, reagentin qiyməti çoxdursa da, bunda avtomatik kiçik olur. Çedir baxalım. Test edək. Buradan K nəyə bərabərdir? K. Məhsul bölək reagent. Məhsulumuz nədir? H-klor. H-klorun qatılığının nəyi kvadratı? Bölüsü reagentlər. Hidrogen və xlor. Belə. Yadda saxla, bərk maddə nəzərə alınır. Buradan KT nəyə bərabərdir? KT-nin qiyməti. Bərk maddəni çıxırsa, məhsulumuz CO. CO-nun qatılığının kvadratı bölünsün karbon CO2. Beləcə. Burada isə deməli KT bərabərdir. Məhsulun qatlığı nədirsə SO3, SO3-ün qatlığının kvadratı bölünsün reagentlər. SO2 vurulsun oksigen. SO2-nin nəyi? Kvadratı. Vurulsun oksigenin qatlığının qüvvət üstü 1. Burada da özün bax, bərk maddələri çıx. Məhsulumuz nədir? Məhsulumuz hidrogenin qatlığının qüvvət üstü 4 bölünsün reagent. Deməli H2O qüvvət üstü 4. Eyni şeydir, bu yaxşı məsələdir. Bu da eyni məsələlərdir bu da. Eyni şeydir, məhsul da reagent. Qatlığa nəzər alırsan, başlamışsa tarazlıq. Oradan nasıl çıxmır, belə şeydir, əmsallaşdırmır. Yox, əmsal birimlərdir, öyrəyəcəksən, birimlərdir. Bu 1 mol alınıqda, bu 1 mol alınıqsa, bu da 1 mol, nəzər alır, su da 1 mol alınıqdır. Çünki niyə? Əmsal birimlərdir. Bu da avtomatik bütün əmsallar birimlərdir. Bu 1 mol alınıqsa, bunlar da 1 mol sərf olur. Bundan 1 mol sərf olsa, bundan 1 mol sərf olsa, burada qalır 1 mol, burada qalır 2 mol. Məhsullar 1 moldur. KT nəyə bərabərdir? Məhsulların qatlığı, yəni suyun qatlığı, taraz qatlığı, vurulsun etilin taraz qatlığı, CH3, COO, C2H5, bu bölünsün reagentlər. CH3, COOH, bir də C2H5OH. Bəli, buradan yenə bu qiymətləri. Deməli, taraz qatlığı, birinci maddən məhsulların taraz qatlığı, suyun taraz qatlığı 1-dir, 1 üstü 1. Etilin taraz qatlığı, o da 1-dir, 1 üstü 1. Bölünsün reagentlər. Reagentlərin taraz qatlığı, sirkə turşunun taraz qatlığı 1, 1 üstü 1. Buraq 2, 2 üstü 1. O da 2 ilə 1, 0,5. KT-nin qiyməti. Fikirli baxalım. Bu da eyni məsələ fikirdir. Nə deyir? Reaksiyanı belirtir. 2 mol NO, üstə gələk O2, 2 mol NO2. Deməli, bu reaksiya üzrə deyir ki, başlanğıc sərf tarazlıq 0,6, 0,4 mol başlanğıc maddədir. Reaksiya baş verir. Tarazlıq halında bu məhsul 0-dır. Başlanğıc maddələrin molekulyar sayı cəmi məhsula bərabərdir. Sərfiyyat verilibsə, əmsalların məhsullar nisbəti sərfiyyatdır. Əmsal neçədir 2? 2x, x, bu da 2x əmələ gələndir. Başlanğıca sərfi çıxır. 0,6 çıxaq 2x, 0,4 çıxaq x, bu da 2x. Deyir, reagentlərin cəm bərabərdir, məhsulların cəminə. 0,6 çıxaq 2x-dən 0,4 çıxaq x bərabərdir 2x-ə. Tərəf-tərəfə toplayırsan 5x edir, 5x bərabərdir 1x-ə bərabərdir 0,2. X-in qiymətini 0,2 nəzərə al, yerdə qoy çıx. Reaksiya tarzı sabit 8-ə bərabərdir. Durasın gələcək. Burada molları hesabla. 0,6 çıxaq 2 qıraq 0,2, yəni 0,2, bu da 0,2, 2 qıraq 0,2, 0,4. Ortadaşı 0,2 bərabərdir. 0,4 çıxaq 0,2, 0,2 eləmir. X 0,2 daxil. KT-nin düsturu nədir? Məhsulun qatlığı, məhsul molla verir, molları böl həcmə. Çünki qatlıq verməkdir. Qatlıq vermirsə nə edirik? Mol bölü həcm. Onda molları V bölsün. V nədir? Bilmir necə olduğunu. Məhsulumuz nədir? 0,4 bölünsün V. Deməli, NO2-nin qatlığı, qüvvət üstü 2 taraz qatlığı. Bölünsün reagentlər. NO-nun taraz qatlığı, qüvvət üstü 2, vurulsun, oksigenin taraz qatlığı, qüvvət üstü 1. O da bərabərdir. NO2 nə qədərdir? 0,4 bölünsün V. Bölünsün V, onun qüvvət üstü neçədir? Kvadratıdır. Bölünsün reagentlər. NO-nun taraz qatlığı nədirsə də 0,2 bölək V-nin kvadratı. Vurulsun, oksigen 0,2 2 bölək V. V, qüvvət üstü 1. Bərabərdir 8-ə. Bunu işləyirsən.
V kvadratı deyil. Bunlar getdi. Sürətdə qaldı 0,16. Məxrəcdə bu V-nin yuxarı qalxdı. Buraq V. Məxrəcdə 0,2-nin kvadratı, bu da 0,2. 0,2-nin kubu. Bərabər 8-ə. Bu da mində 8, buraq 8. 0,64 bununla oranda. Bu da bərabər 0,16 buraq V. V ilə bərabərdir 0,64 bölünsün 0,16 ilə. 0,4 edir. Aha. 0,4 edir. 0,4. Qalın həcmi 0,4-dür. Bəli. Cəmdən çözsün. Sərfiyyat əmsallar nisbətidir. Çünki verməkdir. Əmsallar isə sərfiyyatdır. 2x, x, 2x.
Noktadan sonra ucu yaxşı, ucu tez yardım elə biraz tez yardım ediyoruz. Yaxşı. Şöyle olur, ne qaldır? Yaxşı, bura kimi götür. Çok onun məsələləri çoxdur, biraz ağırdır. Bilmən güvənə. Ben zaten bir bak ya, şeylerden tez olmayan teledən gözəlləri tökdü. Yarım sana götür. Güvəndən götür.